Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən səs-küylü xəbərləri ilə qarşınızdayıq. İlqar Namazovun işdən çıxarılması ilə bağlı verilən qərar gündəmi silkələyib. Prezidentin son müraciəti isə cəmiyyətdə geniş müzakirələrə səbəb olub, mesajın arxasında hansı çağırışlar dayanır? Eyni zamanda Azərbaycanda aliment pullarını mənimsəyən bəzi məmurların ifşa olunması böyük rezonans doğurub. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində adı hallanan şəxslər barədə ciddi tədbirlər görülür. Digər tərəfdən bir qurumda həyata keçirilən təcili əməliyyat zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir. Hadisənin detalları hələ də araşdırılır. Və nəhayət son dəqiqə xəbəri, atəşkəsin pozulması ilə bölgədə vəziyyət yenidən gərginləşib. Şiddətli hücumlar nəticəsində ərazi alov içindədir. Bütün bu xəbərlərin detalları və ən son yeniliklər üçün bizi izləməyə davam edin. Naxçıvan şəhər Ticarət və Xidmət Departamentinin direktoru işdən azad olunub. Nocoment az xəbər verir ki, Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev bununla bağlı əmr imzalayıb. Əmrə əsasən Naxçıvan şəhər İcra Hakimiyyətinə tabe olan Naxçıvan şəhər Ticarət və Xidmət Departamentinin publik hüquqi şəxsin direktoru Namazov İlqar Hüseynoğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının qurultayının iştirakçılarına müraciət ünvanlayıb. Nocoment az müraciətin mətnini təqdim edir. Hörmətli qurultay iştirakçıları, sizi Azərbaycan Ağsaqqallar Şurasının qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqının qədim mənəvi əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən Kitabi Dədə Qorqud dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub. Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərlərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır. Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz vətən müharibəsində şanlı zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı. Sevindirici haldır ki, bugün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan Ağsaqqallıq İnstitutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir. Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bugün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai, siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir. İnanıram ki, qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir. Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm can sağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Nocoment az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. İbtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqələrindən istifadə edərək 2021-2025-ci illər ərzində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Cinayət Məcəlləsinin 178-3-2 külli miqdarda ziyan vurmaqla dələduzluq və 313-cü vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib. Nocomen xəbər verir ki, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar. Hazırda saxlanılan şəxslərin adlarını dəqiqləşdiririk. Əlavə məlumat veriləcək. Yaxın Şərqdə əldə olunmuş kövrək atəşkəs razılaşması hər keçən gün daha da sarsılır. Hizbullah qruplaşması Livanın cənubunda İsrail hərbi mövqələrinə qarşı genişmiqyaslı hücumlar həyata keçirdiyini bəyan edib. Verilən məlumata görə qruplaşma üzvləri Taybə kəndi yaxınlığında İsrail hərbçilərini hədəf alıb, həmçinin Macdal Zum bölgəsində İsrailə məxsus pilotsuz uçuş aparatını EUA vurduqlarını açıqlayıblar. İsrail ordusu isə öz növbəsində Livanın cənubunda hava hədəfini zərərsizləşdirdiyini təsdiqləyib. Nocoment az xəbər verir ki, Hizbullah bu hücumların İsrail tərəfindən 10 günlük atəşkəs rejiminin dəfələrlə pozulmasına cavab olduğunu bildirir. Qeydiyyatlar göstərir ki, keçən cümə günündən qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail ordusu demək olar ki, hər gün Livanın cənubuna zərbələr endirir. Tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edərkən, bölgədə yenidən genişmiqyaslı hərbi əməliyyatların alovlanma riski pik həddə çatıb.